Bugün Kiber Təhlükəsizlik Mərkəzinin artıq 100 məzununu əmək bazarına töhfə vermək üçün artıq istiqamətləndirik. Onlardan 60 nəfəri Red və Blue istiqaməti üzrə fundamental tədris hissəsindən, digər 40 nəfər isə ixtisas artırma təlimlərindən məzun olaraq yeni əmək bazarına qoşulurlar. Qeyd etmək istəyərdim ki, digər dalğalardan fərqi odur ki, bu dalğada məzun olan top 5 tələbəmiz xarici ölkələrdə qabaqcıl şirkətlərin birində bir ay müddətində təcrübə proqramına qoşulacaqlar. Bu mütəmadi olaraq davam elətdirəcəkdir ki, hər məzun olan dalğadan top 5 nəfəri biz xarici ölkələrdə qabaqcıl kiber təhlükəsizlik şirkətlərində bir ay müddətində təcrübə mübadiləsinə qoşacaq. Bizim ümumilikdə bütün dalğaların nisbətində baxsaq, 90%-ə yaxın məzunumuz artıq əmək bazarında işlə təmin olunmuşdur. Hal-hazırki 7-ci dalğa məzun gününü bugün olmasına baxmayaraq, artıq onların 48%-i əmək bazarında öz yerlərini tutmaqdadırlar. Well, once again, we're here closing one more cohort. We're expecting all the students are successful. So among the students on this cohort, we had students selected by NASA, by international programs. And of course, they all deserved it. They are all very professional and ready for the market. So again, wish them well. We expect they will be successful as much as they were throughout the program, and they will achieve good companies and good placement for the opportunities that are available in the market in Azerbaijan. Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzində 6 aylıq Bultim təlimlərində iştirak etdim və təlimi uğurla bitirərək top 5 tələbələr arasında seçildim, xarici internship şansı əldə etdim. Tədris boyu zamanı CM, EDR, XDR platformalarında bacarıqlar əldə etdim. Hal-hazırda bu bacarıqlarımı BNB Security Alliance-da SOC Analyst intern vəzifəsində tətbiq edirəm. Xarici instruktorlar tərəfindən keçirilən tədris zamanı kiber təhlükəsizlik üzrə qabaqcıl biliklər əldə etdik. Bultim istiqamətində ixtisaslaşdım və bu sahə üzrə digital forenzika, threat hunting və digər lazımi bilikləri əldə elədim. Tədrisimi RETTIM üzrə davam etdirmişəm və RETTIM üzrə təlimlərdə top 1 tələbə olaraq seçilmişəm. Məqsədim də əldə etdiyim bilik və bacarıqları istifadə edərək Azərbaycan prestijli şirkətlərində fəaliyyət göstərmək və bazara qatqı sağlamaq və bəlkə də gələcəkdə yeni təhlükəsizlik mütəxəssislərinin yetişdirilməsinə fayda verməkdir.